Sonra deyirlər ki, firmanın işçiləri 1000 manat, 2000 manat maaş alır. Biz yazıq firmalar, bax, abid vaxtımızı, bax, belənçini ayaq üstə, maşında, nə bilim, parkda, yadıma gəlir, Veysel olunda Meçendazer işləyirdim. Parkda otururduq. Düzdür, marketdə icazə verirlər firmalara oturmağa. İndi hə də marketin ya mətbəxində oturursan, ya parkda oturursan, ya mənim kimi təmsilçilər bax belə maşında ya oturub yeyir, ya nə bilim çöldə yeyir. Yəni asan deyil firmada işləmək. Plus da siz ofisdə oturub işləyənlər, oturursunuz ofisdə, müəyyən bir işiniz var, onu görürsünüz. Amma biz firmada işləyənlər gün ərzində nə qədər müştərilərlə danışırıq, müştərilərlə görüşürük. Onlara nələrsə izah etməyə çalışmalısan, satış etməlisən, plan vurmalısan. Biz firmaların işi həqiqətən də çox çətindir. Çox, heç asan deyil. Tək asan yanı odur ki, başımızın üstündə müdir olmur.